Deməli, əziz, bilmirəm xanımlar deyim, bəylər deyim. Əslində bu göstərəcəyim libası bir övlad, bir qız uşağı öz atası üçün hədiyyə edib, tikib, öz əlinin zəhməti ilə. Allah tüm balaları saxlasın. Qardaşımın qızı öz atası üçün öz əlləri ilə hədiyyə tikib. Amma bu ateliyədə Aysa moda evində ancaq xanımlar üçün geyimlər tikilir, bəylər üçün yox. Amma mənim qardaşımın balası atasının doğum gününə elə bir hansısa bir hansısa bir brend, Aysa o bir köynəkdir. Deməli, mənim ən böyük arzularımdan biridir ki, ya müğənni, ya da təbii ki,